Bugün hər 10 uşaqdan 7-si Roblox oyununu tanıyır. Bu barədə məlumatlıdır, amma təəssüf. Pis vərdişlər ehtiva edən bu oyun uşaqlarımıza yaxşı heç nə vəd etmir. Elə buna görə də Azərbaycan Roblox oyunu platformasına rəsmi müraciət edib. Müraciət nəzərə alınmasa tədbirlər görüləcək. Uşaqlar arasında pis vərdişlərin yayılmasında Roblox kimi oyunların böyük təsiri var. Bunun qarşısının alınması vacib məsələdir. Bunu Ailə, Qadın və Uşaq Problemləri Dövlət Komitəsinin Uşaq Məsələləri Şöbəsinin baş məsləhətçisi Könül Tağızadə deyib. O bildirib ki, komitə bununla bağlı Roblox korporasiyasına rəsmi müraciət ünvanlayıb. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən Roblox korporasiyasına rəsmi müraciət ünvanlanmışdır. Müraciətdə Roblox korporasiyasından öz oyun qaydalarını Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq dəyişdirilməsi ilə bağlı tövsiyələr təqdim olunmuş və görüləcək tədbirlərin nəticəsinin Dövlət Komitəsinə bildirilməsi xahiş olunmuşdur. Bizim qeyd etdiyimiz tövsiyələr nəzərə alınmadığı təqdirdə müvafiq dövlət qurumu tərəfindən qanunvericiliyə müvafiq olaraq tədbirlər görüləcək nəzərdə tutulmuşdur. Bildirildi ki, təxminən bir ay müddətinə rəsmi müraciətə cavab gəlməyəcəyi təqdirdə aidiyyatı üzrə tədbirlər görüləcək. Komitə rəsmisi onu da vurğuladı ki, valideynlər bəzən övladlarına Roblox və digər oyunları oynamaq üçün öz mobil telefonlarını verirlər. Bu isə internet məkanında uşaqlar üçün əsl rəqəmsal təhlükə mənbəyi olur. Əsas təhlükə yaradan məsələlərdən biri də odur ki, valideynlər bəzən öz telefonlarını övladlarına oynamaq üçün təqdim edirlər və öz telefonları yetişkin şəxslər üçün nəzərdə tutulmuş proqramları dəstəklədiyindən, yəni valideyn nəzarəti proqramları tətbiq olunmadığından övladlarının oynadığı oyunlarda yaş kateqoriyaları düzgün tənzimlənmir və övladının yaşına uyğun olmayan oyunlar övladının qarşısına çıxır. O da bildirildi ki, ümumilikdə Roblox platforması geniş oyun şəbəkəsinə malikdir və uşaqlar üçün demək olar ki, heç bir ciddi giriş məhdudiyyəti mövcud deyil. Uşaqlar orada öz ideyalarını sərbəst şəkildə reallaşdıra, həmin məzmunu dərhal ictimailəşdirə və digər uşaqları da bu prosesə cəlb edə bilirlər. Bu isə ciddi və zərərli nəticələr doğura bilər. Aytən Fehruz, Emin Hacıyev, Xəzər xəbər.